Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme nusni aleyke bil khayri kullih. Ve nusni aleyke bi esmaik. Ve nusni aleyke bi sıfatik. Allahümme lekel hamdu kulluh. Ve lekel şükru kulluh. Ve lekel fadlu kulluh. Ve lekel thana'u kulluh. Allahümme salli ve sellim ve barik ala abdike ve rasulike Muhammed ve ala alihi ve men ihtede bi hediyih və istənə bi sünnətihi ilə yevmiddin əmmə ba'd. Deməli, qardaşlar, yenə xatırlatmaq babından, xatırladıram. Çünki bu mövzular ümumiyyətlə danışırıq. Bunlar hamısı təkrar mövzulardır və bəzimiz eşitmişik, çoxunu bilirik. Lakin görürsən, vallahi Allah təbaraka və teala xatırlatmaqla kiməsə fayda verir. Və xatırlatmaqda həqiqətən fayda olur. Çünki deyir Allah Teala və zəkkir fə innə zikra tənfə'ül müminin. Sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Bu haqdır, bu Allahın sözüdür. Biz də xatırladırıq, çünki bilirik ki, xatırlatmaqda fayda var. Və özümüz də müşahidə edirik. Ona görə Allah Teala buyurur bir ayda: Ya eyyuhellezine amenüttekullaha və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərdən olun. Sələflərdən biri deyir, bu ayə tək olsaydı, bəs edərdi. Bu ayə tək olsaydı, yəni düzəlmək üçün, yəni cənnəti qazanmaq üçün bəs edərdi ayəni əməl etmək. Ya eyyuhellezine amenüttekullaha və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, təqvalı olun və sadiqlərdən olun. Yəni Allahdan qorxun və sadiqlərdən olun, sadiqlərdən. Ona görə bu dünyada ən əzəmətli, ən böyük istənilən iki şeydir Allahdan. Ən böyük istənilən, ən əzəmətli istənilən iki şeydir. Dua edəndə bu iki şey istəmək lazım Allahdan. Təqva, bir də sadiqlərdən olmaq. Allahım bizi yəni təqvalı və sadiqlərdən et. Yəni, bu iki şey Allahdan istəmək lazım, daima. Bu ən yüksək məqam istəməkdir. Yaxşı? Və sonra nəyə görə yəni bu istənilməlidir? Çünki vallahi insan bilirsə ki, qiyamət günü nə qalır sənə? Allah Teala buyurur: "Və qala Allah: Həzə yevm yenfa'us-sadiqin sidquhum." Bu elə bir gündür ki, Allah Teala dedi ki, bu elə bir gündür ki, bu gün qiyamət günü yalnız sadiqlərin sadiq olması fayda verəcək o gün. Yəni o gün fayda verəcək sıdq. Sadiq olmaq. Sənin sadiqliyin var Allahla, səmimi olmağın. Fayda verəcək qiyamət günü. Yəni o gün qiyamət günü budur fayda verən. Sənin Allahla səmimi olmağın. Sənin Allahla səmimi olmağın. Və ən böyük məqamlardan biri, ən əzəmətli, hansı ki daim xatırlanmağa layiqdir, insanın xəlvətdə ibadət etməsi. İnsanın xəlvətinlə məşğul olması, sirrinlə. Nəyə əsasən? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İttəqillə heysu mə kunt. Sahabəyə deyir ki, Allahdan qorx, harda olsan. Yəni, harda olursan ol, Allahdan qorx. Bu hədis, alimlər deyir, dəlalət edir ki, insan həm xəlvətini, həm də aşkarını qorumalıdır. Yəni, həm xəlvətdə qorxmalıdır Allahdan, həm də aşkarda. İttəqillə heysu mə kunt. Harda olursan ol. Yəni, insan həmişə aşkarda olmur ki. Yəni, xəlvətdə də olur. Yəni, özü tək. Yəni, orada da Allahdan qorx. Yəni, tək olanda da günah eləmə. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem bunu öyrədir bizə. Yəni, tək olanda da Allahdan qorx. Allah kim xəlvətini qoruyarsa, öz sirrini, Allah Teala onun aşkarını islah edər. Yəni, kim xəlvətini islah edərsə, Allah onun aşkarını islah edər. Onun için İmam Şafi rahimehullah deyirdi ki, "Əzzul əşyə thələsə." İmam Şafi deyirdi. Ən çətin şey üç dənədir deyir. İmam Şafi deyir. Əzzul şey thələsə. Ən çətin şey üçdür. Üç dənədir ki, bu dünyada ən ağır şeydir. Buyurur ki, rahimehullah, onlardan biri xəlvətdə haramları etməməkdir. Yəni, tək qalanda haram işlətməmək. Ona görə alimlərdən biri buyurur rahimehullah: "Və təqvallah fis-sir aləmə alə kəmalil iman." Xəlvətdə
Allahdan qorxmaq, fikir ver, xəlvətdə, aşırıda yox, xəlvətdə Allahdan qorxmaq kamil imanın əlamətidir. Yəni, insan necə bilə bilər ki, imanı kamildir? Əlaməti var. Zəif imanın əlaməti olduğu kimi, misal, asiliklər, günahlar eləmək, kamil imanın da əlaməti var. Nədir? Xəlvətdə Allahdan qorxmaq. Xəlvətdə özünü düzəltmək. Yəni, sirdə, öz xəlvətində. Ona görə alimlər, rahiməhumullah, deyirlər ki, fəs-səid, xoşbəxt insan odur ki, özü ilə Allah arasını düzəldib. Yəni, insanlarla yox. Biz çalışırıq kimlənsə kimin arasını düzəldib, yəni, islah etməyə. Məni filan kəslə aramı düzəlsəydi, əla olardı. Bunu atıracaq. Yəni, xoşbəxt insan odur ki, özü ilə Rəbbi arasını düzəldir. Ona görə alimlər bir mənalı olaraq deyirlər ki, sən istiqamətivin, yəni Allaha seyr etmirsən, istiqamətinin düzgün olmasını, nə qədər düzgün olmasını bu həyatda bilmək istəyirsənsə, xəlvətdə olan ibadətivə bax. Yəni, xəlvətdə ibadətivin miqdarında sənin istiqamətivin düzgünlüyü bilinir. Ona görə sələflər buna fikir verirdilər həyatda. Nəyə görə? Çünki ayələrin birində deyir ki, Allah Teala İnna Allah ya'muru bil adli vel ihsani ve ita'izil qurba ayədir. Allah Teala deyir, adilliyi əmr edir. Adilliyi əmr edir və ihsan etməyi. Və mühüm məqam burasındadır ki, Sufyan ibn Uyeynə rahiməhullah adilliyi əmr edir sözünü, Allah Teala'nın bu sözünü izah verib. Yəni, hansı adillik? Deyir ki, rahiməhullah, adillik odur ki, sənin sirrinlə aşkarın eyni olsun. Sirrinlə aşkarın eyni. Adil olasan. Yəni, aşkarda buraxırsan özünü, hər şey edirsən. Daha doğrusu, əksinə, aşkarda yığırsan özünü, qardaşların içərisində, cəmaatın içərisində günah eləmək olmur axı, ayıbdır. Yəni, aşkarda yığırsan, xəlvətdə insan özünü boşaldır. Yəni, asilik eləyir. Adillik odur ki, İnna Allah ya'muru bil adl. Adil deyir ki, orada deyir, istiva sərirə, deyir ki, rahiməhullah, huve istiva sərirətu vel alani min kulli amilin lillahi amələn. Nə ki, əməl edirsən Allah üçün, o əməl aşkarda da sirdə də eyni olmalıdır. Adil olmalısan da, adil ol. Adilliyi, ayədə olan adilliyi, bu izah verir, rahiməhullah. Yəni, bu yüngül baxılması məqam, yəni, sayılmır bu. Yəni, bu məşğul olma lazımdır. İnsan, yəni, sirrini düzəltsin. Yəni, insan xəlvətini düzəltməyə çalışmalıdır. Allahi, sələflər, bax, Həsən el-Basri rahiməhullah, cəmaat içində olanda çox təbəssüm eləyirdi. Gülürdü onlardan. Yəni, ünsiyyətdə olurdu. Gecələr evə gedəndə Allahın qorxusundan ağlayırdı. Nə deməkdir? Yəni, aşkarda ünsiyyətdədir hamıdan, təkliyini düzəldir insan. Cəmaatini ağlamır, cəmaatini ağlamaq bəyənilmir. Yəni, riyaya daha yaxındır. İxlasdan biraz uzaqdır. Cəmaat içərisində gülür, əylənir, yəni ünsiyyətdə olur, gecələr deyir, hər axşam deyir, Allah qorxusundan ağlayır deyir. Rahiməhullah. İbn-i Aun rahiməhullah böyük alimlərdən olub, deyir ki, elm əhli öz-özlərinə məktub yazırdılar. 3 şeyi nəsihət edirdilər, deyir. Elm əhli, bizim vaxtımızda olan elm əhli öz aralarında məktub yazırdılar və məktubda deyir, 3 şeyi nəsihət edirdilər. Deyirdilər ki, bu dünyada axirət, nə ki axirətin üçündür, məşğul ol, dünya işlərində Allah sənə bəs eləyəcək. Nə ki, axirət işləri var, hansı ki, o əməllər, yəni əməl et axirət üçün. İşdə, əməl et, dünya işlərində Allah sənə bəs edəcək. Yəni, Allah düzəldəcək sənin. Dünya işləri düzəldəcək. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, Allahümə lə təcəli dünya əkbər həmminə. Ey Allahım, mənim dərdimi dünya dərd etmə. Mənim dərdimi dünya, yəni mən dünyaya görə sıxılmayayım qoy. Dərdimi axirət dərd et. Yəni, axirət dərdi izah etmişəm. İnsan sübh namazını cəmaatla bıraxanda dərd içində olmalıdır.
Dərd içində sıxılmalıdır. Yəni, çünki sıxılsa bilsin ki, dərdi axirət dərdidir. Yox, Barcelona uduzanda dərd eləyir insan. Müsəlmanlar ibadət əhli. Hansısa komanda uduzub, sıxılıb. Həmin gün şey yoxdur. Gün yoxdur buna. Dərd eləyib. Dünya dərdidir. Aydındır? Yəni, misaldır bu. Ona görə bizim dərdimiz yerə olsun, axirət dərdi. Ona görə də İbn Aun Rahiməhullah deyir ki, alimlər bunu nəsiyyət edirlər özlərinə ki, axirət işləri düzəld, dünya işləri düzəldəcək Allah. İkinci, deyirdilər ki, sən xəlvətivi düzəld, islah elə. Allah aşkarı islah eləyəcək. Üçüncüsü, nəsiyyət edirdi ki, sən özü ilə Allah arasını islah et, Allah səninlə insanlar arasını islah edəcək. Yəni, sən Allahla öz aranı düzəld, insanlar səni istəyəcəklər, narahat olma. Allah sevsə, Cəbrailə əmr edir. Filan kəsi adla deyir, Allah-u Akbar. Allah Teala Cəbrailə adla deyir ki, filan kəsi sevirəm, sən də onu sev deyir. Və Cəbrail də insanlara, səmadan, Allah filan kəsi sevir, siz də onu sevir. Yəni, Allahla aranı düzəltsən, Allah Teala insanlarla sənin aranı düzəldəcək. Nəsiyyət edirdi. Ona görə Abdullah bin Mübarək böyük sələfilərdən idi. Deyirdi, Ənəs bin Məlik rahiməhullah çox namaz qılıb, çox oruç tutan deyildi, deyir. Ənəs bin Məlik. Deyir, Allah Teala onu, Ənəs bin Məlik, yəni alləmə, yəni insan alim idi, yəni elmdə dərya olub. Deyir, çox namaz qılıb, çox oruç tutan deyildi, deyir. Allah Teala onu qaldırdı xəlvətinə görə. Xəlvət ibadət etdiyi üçün, deyir. Həmçinin Abdullah Mübarəkın, yəni İmam Əhmədin yanında Abdullah Mübarəkı tərifləyirlər. İmam Əhmədin yanında, məclisində Abdullah bin Mübarəkı tərifləyirlər ki, insan filan əməl sahibidir, filan, yəni fəzilət sahibi məqamını danışırlar. İmam Əhməd deyir ki, rahiməllah, mən elə hesab edirəm ki, bunun bu cür qalxmağına səbəb xəlvətdə etdiyi ibadət olub. Ağlına o gəlib. Ağlına o gəlib. Yəni, mən elə hesab edirəm ki, onun bu cür qalxmağına səbəb xəlvətdə etdiyi ibadət olub. Və İbn Cəvzi rahiməllah deyir ki, bizim vaxtımızda alimlər var idi, deyir. İbn Cəvzi deyir. Vacibləri edirdilər. Müstəhəbləri edirdilər. Haramlardan çəkinirdilər, məkruhlardan çəkinirdilər. Day, nə qaldı ki? Hamısını edir. Deyir, qəlblər ona meyl etmirdi, deyir. Yəni, istəmirdi də onu insan. Yəni, istəmirdi onu. Qəlblər ona meyl etmirdi. Və deyir, alimlər var idi, deyir. Haramlardan uzaq idilər, vacibləri edirdilər. Yəni, naqisi, yəni, müstəhəbdən məkruhları edemirdilər. Deyir, qəlblər, deyir, alimlərə deyir, meyl edirdi, deyir, insanlara deyir. Fikirləşdim bunun haqqında ki, bu nədir? Baxdım ki, xəlvətin aqibətidir, deyir. Xəlvətin aqibəti, yəni xəlvətin nəticəsidir, deyir. Yəni, insan sevilir, ucalır, məqam sahibi olur. Nəyə görə? Xəlvətdə etdiyi ibadət. İbadət də nədir? Bir də yəni, namaz, oruc yox. Hər bir şey. Nə ki, ibadətdir, etsən ibadət sayılır. Yəni xəlvətdə ibadət sayılır. Ona görə İbn Cəvzi rahimehullah buyurur ki, əksər insanlar günahları xəlvətdə edir, deyir. Əksər insanlar günahları xəlvətdə edir. Və deyir ki, rahimehullah, insan özünü günahlardan hifz etməlidir, xüsusən də xəlvətdə etdiyi. Xəlvətdə etdiyi günahlardan özünü hifz etməlidir. Lakin, yəni, insan sual versə ki, yəni xəlvətdə ibadət etməyə aparan yollar hansıdır? Yəni, bu aydındır. Yəni xəlvətdə ibadət etmək yüksək məqam sahibidir. Yaxşı, bəs yollar hanı? Yəni, insan necə özünü buna hazırlaya bilər? Ən birincisi, insan özü ilə Rəbbi arasında xəlvət olmalıdır. Gün təyin etməlidir. Xəlvətin olmalıdır sənin. Axşam, haçansa. Yəni, sən o vaxt Rəbbinlə tək qalasan, münacatda olasan, yəni öz xəlvətin olmalıdır. Nəyə görə? Hardan çıxır bu? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 7 sinif insan var. Heç bir kölgə olmadığı gün yoxdur kölgə. Yanıramı? İstidən. O 7 sinif insanlar Rəhmanın
kölgəsində, yəni ərşin kölgəsində kölgələnəcəklər. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o, yəni 7 sinif insandan biri, raculun zəkarallaha xaliyən fəfadat aynə. Tək olanda, demir cəmaat içində, tək olanda deyir, Allahı zikr edib, gözlərindən yaş gəlib. Yəni, bu hədis öyrədir ki, bizə, yəni, hamının xəlvəti olmalıdır. Haçansa, 3 gündən bir, 10 gündən bir, yəni, sənin xəlvətin olmalıdır ki, o gün, yəni, sən xəlvətdə Allahı, hədis, yəni, işarə edir buna. O kişi ki, təklikdə Allahı xatırlayıb, gözlərindən yaş gəlib. Ona, qiyamət, yəni, heç bir, yəni, kölgənin olmadığı vaxt, Rəhmanın ərşinin kölgəsində yer vardır. Hədisdir. Və Şeyxülislam İbn Teymiyyə bu hədisə əsasən deyir ki, hər bir insanın xəlvəti olmalıdır Allahla. Hər bir insanın. Yəni, sufilər kimi yox, yəni sünnəyə uyğun. Xəlvət, yəni sünnəyə uyğun. Bəziləri çəkilir xəlvətə, bidət əməllər edir. Ondan yox. Yəni, qarağı çəkilib ibadə etmək yox. Yəni dünyanı tərk etmək yox. Yəni, müəyyən insan özü hiss et. Hətta vallahi sələflərdən bəziləri deyirdilər ki, yəni bu dünyada gecə olmasa, qalmaq istəməzdi məsələ deyir. Qalmaq, yəni, deyir mənim üçün, yəni, həyat mənasız olardı. Yəni, axşam insanlardan uzaqsan axı. İnsanlardan uzaqsan, artıq qalırsan Rəbbinlə tək. O vaxtda onlar o vaxtdan yəni istifadə edirdilər, ləzzət alırdılar. Və ikincisi, ən böyük səbəb insanın Rəbbin arasında özünün xəlvəti olmalıdır. İkincisi, yəni bunu aparan ən böyük yol, qardaşlar, insanın özünü Allahın nəzarətində hiss etməsi. Bir anda buraxma özü Allahın nəzarətindən. Ki, daim bil ki, Allah raqibdir, izləyir, yəni baxır, səmiyyən, basir, görən və eşidəndir. Yəni Allahın nəzarətindən buraxma özünü. Vallahi insan bunu dərk etsə ki, kim baxır sənə? Aləmlərin Rəbbi, Allah təbaraka və teala səni görür və qəlbində olanı bilir və sənlə istədiyi vaxt hər şey edə bilir. Yəni, sənə ən verdiyi sevimli övladını almağa qadirdir istədiyi vaxt. Və Allah Teala hər şey onun və qiyamət günü sahibi odur. O Allah sənə baxır, görür və qəlbində, xatirindən belə, demirəm, ifadə elə, xatirindən belə nə keçirsə, bilir hamısını. Yəni, insan özünü Allahın nəzarətindən buraxmamalıdır. Sufyan İbn Uyeyne rahimehullah buyururlar ki, deyirdilər ki, Qays İbn Muslim neçə ildən bəridir ki, başını səmaya qaldırıb baxmır, deyir. Neçə ildən bəri, utandığından Allahdan. Utanırdı, təzim edir. Yəni, Allah, özünü Allahın nəzarətində hiss edirdi insan. Və həmçinin Hişam İbn Ammar rahimehullah deyir ki, yəni sələflərdən biri buyurur ki, Hişam İbn Ammar rahimehullah deyir, haçan yol gedirdisə, başını aşağı salıb yerə baxaraq gedərdi. Bir dəfə də deyib, başını qaldırıb, Allahdan həya edirdi deyə səmaya baxmırdı, deyir. Utanırdı insan. Həmçinin Hatim el-Asam, Hatim el-Asam alimdir. İmam Əhmədin vaxtını yaşayanlar, bu adam ümmətin həkimi sayılır. Luğman hədihil ümmə. Ümumiyyətlə, yəni əzbər 3 nəfər ümmətin həkimi sayılırdı. Həkimi. Əbu Darda, biri bu, Hakim el-Asam, biri də Əbu Muslim el-Xovlani. O həkim idilər. Qəlb həkimi. Həmin bu Hakim el-Asam rahimullah bir gün gəlir, qadın gəlir, fitva almaq bundan. Və oturur qarşısında. Oturur qarşısında sual verəndə qadının paltarının altından yel çıxır. İnsan da naqisdir. Naqisdir insan. Yel çıxır. Hakim el-Asam rahimullah deyir ki, qaldır bir səsi. Yəni, bir səsi qaldır. Gör, eşitməyim. Qaldırır, bir səsi qaldırır. Deyir ki, bir yəni, ucalt, yəni.
qaldır səsini. Deyir, az da bu qadın yəqin olaraq inanır ki, o eşitmir o səsi. Eşitmir o səsi. Yəni yeni səsini eşitmədi. Arxayınləşir artıq. Yəni bunu eşitmirsənsə, daha onu da eşitməyəcəksən də. Eşitməmisən. Arxayınləşir. Həkim idi insan. Yəni ki, insanların hallarını bilən idi adam. Hatim el-Asam rahimehullah. Və bir gün soruşurlar ki, yəni insan gör necə, yəni özünü Allahın nəzarətində hiss edirdi. Həya edirdi. Bir gün soruşurlar ki, yəni sənin bu qədər Allaha təvəkkül etməyivə səbəb nədir? Yəni, necə oldu ki, sən o məqam sahibi oldun? Deyir ki, rahimehullah, 4 dənə xislətə görə. Yəni, 4 şey var ki, bunlar məni o məqama çatdırdı. Deyir ki, bildim ki, ənə rızq ilə yəquluhu qeyri. Bildim ki, mənim ruzimi məndən başqası yiyən deyil, deyir. Fətməənət nəfsi. Və nəfsim deyir, rahatlaşdı. Etiqad edib ki, ruzisini başqası yeməyəcək. Arxayınləşib ki, mənimdirsə, rahatlaşıb. Bu bir. İkincisi deyir, bildim ki, deyir, mənim əməlimi məndən başqası etməyəcək. Mənim əməlimdir də, onu əməl etdim, deyir. Və üçüncüsü deyir, bildim ki, deyir, ölüm birdən gəlir, qəflətən. Və hazırlaşdım, deyir. Yəni, bilmirsən axı, sən öləcəksən. Arxayınləşəsən. Bildim, yəni ayələrə əsasən bilirdim ki, ölüm qəflətən gəlir, hazırlaşdım, deyir. Və deyir, وَعَلِمْتُ أَنِّي لَا أَخْلُ مِنْ عَيْنِ اللّٰهِ حَيْثُ كُنْتُ. Və bildim ki, harada oluramsa olum, Allahın nəzarətindən qıraqda qalmıram, deyir. Etiqad edirdi buna. Və deyir ki, فَأَنَا مُسْتَحْيِ مِنْهُ. Bu səbəb oldu ki, mən utandım ondan, deyir. Və hətta soruşurlar ki, biri gəlir Hatim el-Asamın yanına, deyir ki, ya şeyx, günah etmək istəyirəm. Bu da həkimdir, qəlb həkimi. Deyir, ged elə, deyir. Elə bir yerdə elə ki, görməsin sən Allah. Ged elə. Deyir, yoxdur. Elə bir yer. Görür hər yerdə. Bu da müsəlmandır. Deyir, get elə bir yerdə elə ki, Allahın mülkündən kənarda olsun. Sənin olmasın da o yerdə. Daha doğrusu sənin olsun o yer. Yəni Allahın mülküdürsə bura yer. Orada eləməsən, asil olma Allaha. Elə bir yer tap ki, ora sırf sənin özün olsun, müstəqil. Ged orada ki, nə istəyən elə. Yoxdur. Hara çıxa bilərsən Allahın mülkünü çək. Heç cür qardaş. Allahın mülküdür bura hamısı. Və bu alim idi. Və həmçinin deyirlər ki, ya Hatim, keyfə tusalli? Həmin bu Hatim el-Asamdan rahimehullah soruşurlar ki, sən necə namaz qılırsan? Həkim, ümmətin həkimi. Deyir ki, əqumu bil əmr. Əmirdən qalxıram. Allahın əmridir də, namaza qalxın. Əmirdən qalxıram. Və əmşi bis səkinə. Və yəni ərkanları sükunətlə edirəm. Yəni, hər əzanın haqqını ödəyirəm. Və ədxilu bin niyyə. Niyyətlə daxil oluram. Namaza niyyətlə daxil oluram. Və Allahı əzəmətləşdirərək təkbir edirəm. Və əqra'u bit tərtil və təfəqqur və fikirləşərək tərtillə oxuyuram ayələri. Xuşu ilə rükû edirəm. Və əscud bit təvazükarlıqla, zəlilliklə Allaha baş əyib səcdə edirəm və ixlasla yəni salamlarımı verib qurtarıram, axırına baxın. Və qorxuram ki, məndən qəbul olunmayacaq. Hər şey eləyib, hər şey eləyib. Və əxafu ən lə tuqbələ minni. Və qorxuram ki, eyni anda, hamısı var, məndən qəbul olunmayacaq, hamısı. Yəni, mənim namaz qılmağım bu cür daha, bil. Qorxur, hər şey eləyib. Bizdə yoxdur heç nə. Bizdə bu sayılan var, ha. Bizdə sayanların yoxdur heç biri. Mən özümü danışıram, yoxdur heç biri. Amma soruşanda yəni, ibadət deyil, əvəzini istəyirsən əməliyin Allahdan. Nə eləmirsən? Heç nə. Bu adam. Həmçinin Hatim el-Asam, yəni onun həyatını oxusaq, yəni bu Hatim el-Asam rahimehullahın həyatında ibrətlər var, vallahi. İbrətlər var. Ona görə yəni kimdə, yəni kimin bacarığı varsa, yəni ərəb dilində oxuyursa, oxusun onun həyatını. Deyir ki,
Hətim ibn Həsəm rahimehullah Ra'aytu enne Allah Teala vakkale bi melekeyn yaktuban aleyye kullu ma tekellemtu bihi. Gördüm ki, dedi Allah Tebaraka ve Teala mənə nə danışıram, hamısını yazan 2 dənə mələk qoyub. Və deyir, bunu deyir, bildim, haqdan başqa heç danışmadım. Yazır axı, haqdan başqa. Yəni, birdən batil danışarsan, batil, yazır. وَرَأَيْتُ أَنَّ الْخَلْقِ Və gördüm ki, insanlar mənim zahirimə baxır. Yəni, zahirə baxırlar, içəri baxamırlar ki, daxil və. Baxdım ki, Allah Taala insanın daxilinə, batininə nəzarət edir. Düzəltdim deyir içərimi. Yəni, zahirə baxır insanı düzəltmirsən, pis əməl edəndə insan baxmır insanlar, ayıbdır, o günah eləmə, düzəltdin. Allah Taala baxır sənin içivə. Qəlbimə baxır səni və deyir, bunu bildim, qəlbimi düzəltdim deyir. Və deyir, bildim ki, deyir, Allah Taala mənə nəzarət edir. Mən özümə vacib etdim, özümə Allahın nəzarətini hiss etməyi deyir. Və yəni, beləliklə deyir, özümü düzəltdim deyir. Ona görə, vallahi, hətta Şeyxülislam İbn Teymiyyə rahimehullah ölənə yaxın deyir ki, istəyərdim, arzulayardım ki, deyir, kaş ki, həyatımda, deyir, Quran dərsindən başqa dərs verməzdim, deyir. Yəni, başqa danışmazdım da, heç nə. Artıq ki, kəlmələr, Allahın ayələrini izah edərdim insanlara. Hətta Muhammed Əmin Şenqit rahimehullah müasir alimlərdən idi. Öləndə deyir ki, kaş ki, arzulayır, Qurandan başqa danışmazdım heç nə. Allahın kəlamından başqa. Çünki necə hiss edirdi özünü, yəni məsuliyyətini hiss edirdi. Yəni, Allah da yazır. Və üçüncü səbəb, qardaşlar, yəni insan öz xəlvətini yəni, necə düzəldə bilər, yəni duadır. Mütləq dua. Yəni, duasız alınmır. Yəni, var, özvə arxeyn olmuşsan, düzəldəcəm bə özümü. Misal üçün, adam var, Ramazan orucu gəlir, deyir, o sağlamam da, sağlamam, hər şeyim var, səhətim yaxşı, tutaram da oruc. Gəlir, 10 gün, 15 gün əvvəlində axsıyıb tutamır oruc. Bəhanə istəyir. Açım orucumu. Yəni, nəyə görə? Sən özvə arxeyn oldun. Dua etmədin. Allahım, qarşına Ramazan gəlir. Müvəffəq elə orucu tutum. İstəmədin. Arxeyn oldun özvə. Neçə insanlar tanıyıram, vallahi. Keçən il Ramazanda arzuluyurdular ki, kaş ki, tez çıxardı bu ay. İstəyir axı. Arzuluyurdu Allahdan. İstəyirdi ki, Allahım, tez qutarsın alınmır. Nəyə görə? Əksi olmalıdır səndə. Allahım qutarmasın. Əksi olmalıdır. Yəni, şirinlik hiss eləməmişsən, sənə əziyyət verir oruc. Nəyə görə? Hamısı dua, özvə arxeyn olmağın səbəbi. Sən heç kimsən, qardaş. Heç kim. Xeyircə Allahdandır sənə. Allahdan istə. Ona görə Şeyxülislam daima deyərdi ki, şeirində, mən heç kiməm deyir. Məndən qalsa heç kiməm. Heç kim. Zəlil. Özvə arxeyn olmursan, dua eləyirsən. Allahım, mənə, mənim xəlvət... Azərbaycanca. Əgər Rəbb görgənməmişsin. Allahım, mənə xəlvətimi düzəltməkdə yardım et. Mənim xəlvətimi islah elə. Xəlvətimi, sirrimi. Yəni, tək qalanda sənə as olmayım. Dua eləyirsən. Dua etməsən alınmır. Dua etməsən həlak olursan. Çünki özvə arxeyn olmaq səni hara aparır? Sən dua etməlisən ki, Allahım məni müvəffəq elə. Müvəffəq olunandan sonra dua etməlisən ki, ya Rəbbi, müvəffəq etdin, indi qəbul et. Allahım etdiyim ibadəti qəbul et. Allahım et. Bizdə ki, yoxdur bu. Ona görə də zəifliyir insan. İstəməlisən Allahdan, ya Rəbbi, yəni səmimi olum sənə, sadiq olum. Allahla sadiq ol. Nədə? Sözündə, feilində, əməllər, oturanda duran Allahla sadiq olsan var ha. Allahla səmimi olsan, bütün işlərini düzələcək səni. Ona görə İbn Qeym rahimehullah deyərdi ki, leysə şey ənfə lil-abd min sıdqi rabbihi fi cəmi umurihi. Qul üçün, insan üçün ən faydalı şey bu həyatda bütün işlərdə Allahla sadiq olmasıdır deyir. Budur sənə ən faydalı şey, ən faydalı. Ona görə Allah Teala öz mübarək kitabında sadiq insanları tərifləyib. Tərifləyir Allah.
Kim ki sadiqdir. Vazkur fil kitabi İbrahim innehu kana siddiqan nabiyya. Sən kitabda İbrahimi xatırla. O sıddıqlərdən idi. Yəni sadiq idi. Həmçinin İsmail vazkur fil kitabi İsmail innehu kana sadiqal va'd. İsmail xatırla, o vədinə sadiq idi deyir. Allah Taala tərifləyir. Və minəl mu'minina ricalun sadaqu ma ahadullah alayh. Möminlərdən kişilər var ki, deyir Allah Taala, Allaha etdiyi əhdə sadiqdirlər. Yəni sadiqləri tərifləyir Allah Taala. Həmçinin vallahi duanın qəbul olması üçün ən böyük səbəbdir Allahla səmimi olmaq. Bax misal üçün, bax elementar misal sahabənin həyatı. Əməli cəhətdə sahabənin həyatı. Kəb radiyallahu anhu. Kəb sahabə idi. Məşhur, yəni mərufdur ki, döyüşdən yayınır. Səbəbsiz. Döyüşün adı nə idi? Uhud, Tabuk. Tabuk döyüşünə gəlmir. Səbəbsiz. Və həmin vaxtı yəni döyüşə getməyə qadir idi. Getmir. Gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm müsəlmanlar döyüşdən qayıdırlar. Onu kimi getməyənlər də var idi. Hərəsi Peyğəmbər sallallahu əleyhi və səlləmə bir bəhanə axtarır. İşlətsin, canını qutarsın da. Və işlədirlər də. Hərəsi bir bəhanə ilə. Kəb radiyallahu anhu neynir? Deyir ki, özü danışır. Deyir, vallahi, deyir, bacarığım var idi, deyir. Yəni, yalandan danışıb, qutarardım, yəni ki, canımı qutarmağa hazır idim, deyir. Qorxdum ki, deyir, Peyğəmbərə yalan danışaram, Allahın qəzəbinə düşər olaq. Kəb radiyallahu anh, sadiqliyə bax. Deyir, alınmadı. Halbuki deyir ki, etməyə hazır, yəni ki, heç nə idi mənim üçün də bunu etmək. Belə çıxır. Deyir, ya Rasulallah, vallahi, mə kənə li min uzur. And olsun Allah, heç bir üzürüm yox idi, deyir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, əmmə hədə fəsadaq. Bu kişi sadiq oldu, deyir. Və mütəsəvvür edin, ayə nazil olur haqqında ki, Allah sənin tövbə qəbul etdi. Və Kəb radiyallahu anhu deyir ki, vallahi, bu dünyada mənim üçün ən böyük neymət, İslam neymətindən sonra Peyğəmbərə sadiq olduğum an idi, deyir. Yəni, doğru danışdığım var, an. O an, o sadiq, hansı ki, o dəqiqə sadiq oldum. İslam neymətindən sonra mənə verilən ən böyük neymət idi, deyir. Fikir versən. Nə elədi onu o hala? Sadiqliyi elədi. Özünü Allahın nəzarətinə buraxmadı ki, mən buna yalan danışdım, məs Allah. Yəni, insan bilirdi ki, qəlbini bilən Allah var. Sadiqliyə baxsan, sahabədən. Həmçinin, vallahi, bu sadiqlik duanın qəbul olması ən böyük səbəbdir. Fikir verin, Sa'd İbn Əbil Vaqqas radiyallahu anhu Uhudda döyüşdən bir gün əvvəl axşamı əsər məşhur hədisdir. Məşhur hədisdir, yəni səhliyinə baxmamışam, belə mənadan səhidir. Sa'd radiyallahu sahabə Uhuddan bir gün qabaq Abdullah bin Cəhşi çağırır. Deyir ki, hazırlaşaq. Neyəyək? Deyir ki, dua eləyək. Sa'd radiyallahu anhu sahabələr içərisində duasının qəbul olunması kimi məşhur olmuşdu. Yəni, bu sahabə nə dua edirdi, Allah onu qəbul edirdi. Yəni, səmimi idi insan Allahla. Deyir ki, gəl dua eləyək. Mən dua eləyim, sən deyən əmin, sən dua elə, mən deyim əmin. Sa'd radiyallahu anh dua eləyir. Deyir, Allahım, sabahları məni elə bir düşməninlə qarşılat ki, güclü olsun, döyüşüm ondan, öldürüm, qəniməti əldə edeyim. Abdullah bin Cəhş deyir, əmin. Sonra Abdullah bin Cəhş rahiməllah, radiyallahu anh, dua eləyir. Deyir, Allahım, sabahları elə bir düşməninlə mən qarşılat ki, güclü olsun, döyüşüm ondan, o məni öldürsün və məni tikə-tikə eləsin əzalarımı. Qulağım orada olsun, burnum orada olsun. Və qiyamət günü sən məni qaldıranda ki, huzuruma, ey qulum, bu nə haldır? Deyim ki, ya Rəbbi, sənin yolunda oldu. Rəzət alırdı ondan. Sa'd deyir, əmin. Həmin o sahabə. Duası qəbul olan sahabə. Döyüş olur. Sa'd radiyallahu anh döyüşdən sonra gəlir. Deyir ki, oğluna, ya bu ney? Kənət dəvətu Abdullah bin Cəhş
xeyran min dəvəti. Abdullah ibn Cəhşin duası mənim duamdan xeyirli oldu deyir. Ra'eytu axiran nahar. Gündüzün sonunda gördüm ki, qulağımla burnu ipdən asılıb deyir. İpdən asılıb. Nəyə görə? Sadıq idilər. Ona görə bir də sadıq duasını səmimi istəmişdi Allahdan ki, ya Rəbbi, elə bu olsun. Allah Subhanahu taala qəbul etdi. Sadıq idi. Həmçinin Səad, yəni başqa misal. Səad radiyallahu anhu Küfədə olanda əmir olur. Və Ömər ibn Xattab Mədinədə olur. Gəlir xəbər çatır ki, Səad radiyallahu anhu özünü yaxşı aparmır orada. Şahidlər edirlər və Ömər ibn Xattab radiyallahu anhu adam göndərir. Gedin hadisəni dəqiqləşdirin Küfəyə. Gəlirlər, Səadı da götürürlər. Deyir ki, Səəlnə məscidən bütün məscidləri gəzdi. Soruşduq hamısından Səad haqqında. Deyir, xeyirdən başqa heç eşitmədik. Yalnız deyir, bir nəfər oldu ki, deyir, qalxdı ayağa. Dedi ki, Səad filan əməlləri edib, yəni əmanətə xəyanət edir, qənimətlər pislədi. Səad radiyallahu anh qalxır ayağa. Deyir, Allahümmə, dua edir ona. İn kənə abdukə həzə qamə riyən və sumətən. Allahım, əgər bu qulun özünü göstərmək üçün qalxıbsa, eşitdirmək üçün cəmaata qalxıbsa, fəaltəl umrah. Onun ömrünü uzat deyir. Dua eləyir, ömrü uzat deyir. Bəzən ömrü uzun olmaq sənə əleyhivədir, bəladır sənə. Ona görə İbn Qeym rahimehullah deyir ki, elə insanlar var ki, günahkarlar, tez ölmək olacaq xeyirlidir deyir. Onsuz da qalıb günah etməkdənsə ölürdün də hazır, öl də. Xeyirli olur, qısa həyat. Deyir, ömrünü uzat və arridhu lil fitən və onu fitnəyə məruz et, düşar et. Tabiin rivayət eləyən deyir ki, illər ötdü deyir. Bir kişi deyir, gördüm deyir, qaşları sallanırdı. Yəni o dərəcədə ki, yəni yaşlaşmışdı. Qoca. Soruşdum haqqında deyir, bu kimdir? Dedilər ki, raculun məftun. Yəni Səadın duasına məruz qalan fitnəkardır, yer üzündə fırlanır deyir. Ölmür. Allah Subhanahu duası qəbul edib. Nəyə görə? Həmin an qalxanda Səad radiyallahu anh dua etmək səmimi idi Allahla. Həqiqi ürəkdən istəyirdi. Allahım, əgər bu buna görə qalxıbsa elə. Və bu əsərlərdən də, bu hadisələrdən də dəlil çıxır ki, duanın qəbul olması üçün ən böyük səbəb hansıdır? Allahla sadiq olmaq. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə mən səələllahə şəhədə bisidqin bəlləğəhullahu mənəzilə şühədə və immətə alə firəşihi. Kim Allahdan sadiqliklə şəhadəti, şəhid olmağı istəyərsə, sadiqliklə şəhid olmağı, yatağında ölsə belə Allah onu o mənzilə çatdırar. Hədisdir Peyğəmbər sallallahu aleyhi ve sellem. Sadiqlik. Vallahi sələflərin üçün oxuyursan həyat. Hətta Ovzay rahimehullah deyirdi ki, vallahi ləv nədə munadin minəs-səmə. Əgər səmadan bir səs gəlsə ki, Ovzay deyir, mütabinlərdən, ennel kəzibə hələl mə kəzəbd. Yalan halaldır, yenə yalan danışmazdım deyir. Səmadan səs gəlsə ki, yalan danışmaq olar caizdir, yenə yalan danışmazdım deyir. Yəni o qədər sadıq idilər. Yəni yalan, yəni onların yalan işləri yox idi qardaş. Xüsusən də ən böyük yalan hansıdır? Allahla olan yalan. Ən böyük doğruluq hansıdır? Sadiqlik, Allahla olan sadiqlik. İnsanı cəhənnəmdən ən böyük qurtulan əməl hansıdır? Yəni ona son Allahla sadiq olmaq. Vallahi. Cəhənnəmdən uzaq olmaq üçün ən böyük əməl Allahla sadiq olmaqdır. Həmçinin cənnətdən uzaq etməyin ən böyük əməl hansı ki, səni cənnətdən uzaq edir? Allahla sadiq olmamaq. Gərək sadiq olasan Allahla. Hər bir şeydə. Və gərək özünün xəlvəti olsun. İbadət eləyəsən, xüsusən də təklikdə. Təklikdə xüsusən. Vallahi sahabələrdən, sələflərdən biri danışır, deyir ki, bütün əməllərimi gizlətmişdim. Hamısını.
qalmışdı sağda solda oturan mələklər. Deyir, vallahi onlardan da gizlədə bilsəydim, gizlədərdim. Alınmır deyir. Allah Taala onları verib yaz. Yəni bu adam istəmir, o da görsün. Yəni qane etmişdi Allahın görməsi. Biri hətta 20 il evdə oruç tutub, zövcəsi bilmir. 20 il oruç tutasan bilməsin evdə. Ən yaxın olan insana bu həyatda zövcəsidir. Ən yaxın olan. Yəni, heç kimi danışmadı, onu danışacaq həyatda. Sir. Gərək ondan da gizli ibadətlərin olsun. Gərək. Ondan da gizlətsən, yəni böyükdür yəni həyat. Yəni, böyük məqam, yəni bu böyük əməllərdəndir. Yaxşı qardaş, yəni xülasə, yəni bunu istəyirəm deyəm. Allahdan istəyirəm ki, yəni bizi Əhl-i-Sünnə və Cəmaət etiqadında yəni sabit etsin ölənə qədər. Həqiqətən Allah Taala buna qadirdir. Və sallallahu əleyhi və Muhammed və alə alihi və səhbihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.